Bugün sizə liftlərdə təhlükəsizlik haqqında danışacağam. Əsasən hər kəs bundan narahat olur. Hər kəs qorxur ki, ay aman lift düşər, ay aman bədbəxt hadisə baş verər. Bu kimi qorxulara ehtiyac yoxdur, çünki liftdə hər hansısa bir qəzanın baş verməsi və sizin zədələnməyiniz milyonda bir ehtimaldır. Çünki liftlərdə təhlükəsizliyin bir neçə dənə mərhələsi var. Bunlardan birincisi troslardır, sonra əyləc sistemidir, sürət sensorlarıdır, qapı sensorlarıdır və tampon. Adətən insanlar tros qırılar, lift düşər kimi qorxular yaşayırlar. Xeyr, müasir liftlərdə 6-dan 8-ə qədər tros var və bu trosun hərəsi minlərlə kiloqram qaldırmağa qadirdir və əgər hətta onlardan biri qırılsa belə, digərləri lifti saxlamağa qadirdir. Və yaxud da məsələn lift sürətlənir və aşağı düşür. Bu anda governor deyilən bir cihaz var. Bu işə düşür və liftin kabinini reyslərə sıxır. Yenə də lift dayanır və siz heç bir zədə almadan buradan qurtula bilirsiniz. Tampon var. Deyək ki, ən pis ehtimalda paraşütlər açılmadı, kabin divara sıxılmadı və siz düşdünüz. Quyu dibində tampon var və bu sizin daha rahat və yüngül eniş eləməyinizə kömək olacaq. Digər məsələ, bəzi insanlar lift düşərkən düşünürlər ki, dəymə anını tutdurub mən atlanacam və mənə heç nə olmayacaq. Bu mümkünsüz bir şeydir. Deyək ki, lap siz dəymə anını tuzdurdunuz və eyni anda atlandınız, yenə də böyük bir zədə ala bilərsiniz. Çünki liftin düşmə sürəti ilə sizin yerdən atlanıb qalxma sürətiniz fərqlidir. Lift aşağı düşərkən 20 metr saniyə ilə aşağıya düşür. Ona görə də ən pis halda belə bir hadisə baş verərsə, əllərinizi sadəcə başınızın arxasına qoyub yerə böyür üstə uzanın. Narahat olmayın. Təbii ki, belə hadisələrin mümkünlüyü yoxdur. Ona görə də liftlərə rahat minib rahat düşə bilərsiniz.